Gördüyünüz kimi normal video çəkirəm. Amma ki, gördüyünüz kimi əlimdə də öz telefonum var, amma ki videonu nə tər çəkirəm, nə deyə fikirləşən varsa, normal bildiyiniz kimi bu telefon artıq Redmi artıq onu tamamladığı üçün mən də maalesef təzə telefon almaq məcburiyyətində qaldım ki, bunu həm başqa işlər üçün də aldım. Amma sağ olsun kontaktomdan yaxşı bir telefon aldıq və özləri də onsuz bizi girən kimi yumuşaq qarşıladılar. Dediyimiz bütün özelliklere uygun telefonları seçməyə çalışdıq. Ki təşəkkür edirəm həm Bakıxanov Mall tərəfdəki kontaktoma, həm də ki Takuşka tərəfdəki kontaktoma da təşəkkür edirəm. İki tərəfdən də hər şey çox yaxşı. Bizi gələndə qarşıladılar, həm də telefona da uyğun nə tər deyim sizə, yaddaş, kamera, özəlliklərini də saydılar. Biz də aldıq. Ümid edirəm ki, bu telefonla daha gözəl videolar çəkərəm sizlər üçün, daha maraqlı yayınlar açmağa fikirləşirəm. Bugünlük hələlik görüşərik. Mən biraz indi bu telefona alışmağa çalışıram. Çünki Redmi Note 11-dən S25'e qalxmaq heç normal ortalamanın üstündə bir performans qalxışdır. Nəysə, gecəniz xeyrə, mən qaçdım.